Bəzən xanımlar yoldaşı işsiz qalan kimi tez hamıya deyirlər, hamı ilə müzakirə edirlər ki, qazancı yoxdur, gileylənirlər, danışırlar və yaxud gileylənmirlərsə də dərdlərini bölürmüş kimi deyirlər kiməsə. Amma qeyd olunur ki, lazım deyil bunu müzakirə etmək kiminləsə və danışmaq lazım deyil. Həyat yoldaşının şənini və ehtiramını mütləq qorumaq lazımdır ki, bəy çünki eşitsək ki, xanım onun işsizliyini müzakirə edir, çox narahatçılıq hissi yaşayar və özünü lazımsız kimi hiss edər. Kişilərdə belə bir his var ki, onlara ehtiyac duyulduğunu hiss edəndə daha çox faydalı olduqlarını hiss edirlər, ailələrində daha çox bağlılıqları olur. Amma əgər bilsələr ki, yəni onlar artıq lazımsızdır, ehtiyac yoxdur onlara, yəni ehtiyacları ödəyə bilmədiyini hiss etsə, artıq ən aciz durumu yaranır bu bəyin. Və həqiqətən də bəylər düşünəcək ki, bu halda ancaq yəni qazanc mənbəyini görə istəyirdilər, yəni bu ailədə bu. Bəzən xanımlar yoldaşı işsiz qalan kimi tez hamıya deyirlər, hamı ilə müzakirə edirlər ki, qazancı yoxdur, gileylənirlər, danışırlar və yaxud gileylənmirlərsə də dərdlərini bölürmüş kimi deyirlər kiməsə. Amma qeyd olunur ki, lazım deyil bunu müzakirə etmək kiminləsə və danışmaq lazım deyil. Həyat yoldaşının şənini və ehtiramını mütləq qorumaq lazımdır ki, bəy çünki eşitsək ki, xanım onun işsizliyini müzakirə edir, çox narahatçılıq hissi yaşayar və özünü lazımsız kimi hiss edər. Kişilərdə belə bir his var ki, onlara ehtiyac duyulduğunu hiss edəndə daha çox faydalı olduqlarını hiss edirlər, ailələrində daha çox bağlılıqları olur. Amma əgər bilsələr ki, yəni onlar artıq lazımsızdır, ehtiyac yoxdur onlara, yəni ehtiyacları ödəyə bilmədiyini hiss etsə, artıq ən aciz durumu yaranır bu bəyin. Və həqiqətən də bəylər düşünəcək ki, bu halda ancaq yəni qazanc mənbəyini görə istəyirdilər, yəni bu ailədə bu.